Bir uçuq mənzil idi, bir sən idin, bir mən idim. Bir divanımız var idi, bir də qırıq miz atacan. Vaxt olurdu, işıq olmurdu, su qaz gəlmirdi. Dərdləşirdik səninlə gecə gündüz atacan. Mən gəzirdim anamı, sən də həyat yoldaşımı. Ağlayırdıq içimizdə necə səssiz atacan. Mən gedərdim gecələr, evdə qalardım təkcə. Geri gəldikdə deməzdim mənə bir söz atacan. 100 əmək haqqı ilə xoş dolanardıq hər ayı. Onda mindən bərəkətli idi həmin 100 atacan. Yeməyə olmadı, vaxt oldu çörəyimiz, buzumuz. Açmadıq dərdimizi, olmadıq aciz atacan. Görmədim səndə nə qeybət, nə xəyanət, nə yalan. İndi azdır belə ömrün yaşayan düz atacan. Sağlığında bilirəm fərli bir iş görməmişəm. Demədin sən yenə öz oğluna fərsiz atacan. Sən darıxdıqda yığardın məni tez-tez evə gəl. Mən qırardım sənin o qəlbimi tez-tez atacan. Ölüm anında açıq saxlamadın gözlərimi. Bu qədər səhvimə yumdun yenə də göz atacan. Sən ölən gündə dedim sındı belim, tək qaldım. Yenə Allah məni tək qoymadı sənsiz atacan. Böyük Allah birini aldıqda verirmiş birini. Bu solan bağda açıbdır təzə nərgiz atacan. Sən gedəndən bəri hər şey düzəlib, sən yoxsan. Kaş görəydin necə dəyişib bizim evimiz atacan. Biz bu dünyada bərabər çox əziyyət çəkdik. Bəlkə übbada səadət taparıq biz atacan. Bəlkə übbada səadət taparıq biz atacan. Allah sən ölən valideynlərə rəhmət eləsin.